Məsuliyyətə, bütün hüquqi suallara Radyo Vəkildə cavab tapacaqsınız. Həftə içi 5 gün. Axşam saat 6-dan 7-yə dək. Radyo Vəkil, Xəyal Orucoğlu'nun təqdimatında. Yurd FM'də Radyo Vəkil. Axşamınız xeyirli olsun. Bakıda saatlar 18:00 keçir. Radyo Vəkil proqramı Yurd FM-də 90.7 tezliyində efirdədir. Sizinlə mən Xəyal Orucoğlu'dur və düz bir saat ərzində Radyo Vəkil proqramında sizinlə həm söhbət olacaq. Bugün də sizinlə danışacağımız məsələ, müzakirə edəcəyimiz mövzumuz olacaq. Əlbəttə ki, sualları olanlar, dinləyicilərimiz elə indidən öz suallarını ünvanlaya bilərlər. Ötən gündə anons etmişdim ki, bugün çox tez-tez ünvanlanan suallar, aktual olan mövzu pensiya istiqamətində danışacağıq və bu sahə üzrə ixtisaslaşmış vəkilimizi sizə birazdan təqdim edəcəm. 099 907 907 bizim WhatsApp nömrəmizdir. Bu nömrədə sizin suallarınız gözlənilir. Eyni zamanda öz suallarınızı bizə sosial media üzərindən də yaza bilərsiniz. Hal-hazırda Yurd FM-in YouTube və TikTok səhifəsində, TikTok kanalında hazırda canlı yayımdayıq. Bundan savayı bizi hazırda eyni zamanda Vaxt Medianın da YouTube və TikTok səhifəsində izləmək mümkündür. Öz suallarınızı oradan da göndərə bilərsiniz. Bugünkü vəkil qonağımızı istərdim ki, sizə təqdim edim. Bugünkü vəkil qonağımız Vəkillər Kollegiyasının üzvü Cəfər Cəfərlidir. Xoş gəlmisiniz Cəfər müəllim. Salamlayırıq sizi. Çox sağ olun, minnətdaram, təşəkkür edirəm. Cəfər müəllim, bugün həmişə belə desək, bu mövzu həmişə aktual olub bir növ və necə deyərlər, bugün də bu aktual mövzu əsasında söhbətimizi quracağıq. Xüsusən də pensiya, müavinət və bu istiqamətli olan suallar bir xeyli dinləyicilərimiz tərəfindən bizə ünvanlanır. Bugün belə bir mövzu fikirləşdik ki, nə formada, hansı formada verilişə başlayaq. Son günlər bir aktualdır. Bir neçə gün əvvəl, xüsusən də büdcə müzakirələrinin olduğu bir vaxtda Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Anar Əliyev də müəyyən bir pensiya güzəştləri ilə bağlı məsələyə toxundu və o qeyd etdi ki, misal üçün, Azərbaycanda müəyyən sahələrdə çalışan şəxslər var ki, və yaxud da ki, müəyyən imtiyazlı şəxslər var ki, onlar pensiyaya daha tez çıxa bilərlər. Yəni, 65 yaşdan daha tez, yəni 5 il daha tez çıxa bilərlər. Ümumiyyətlə, gəlin əvvəlcə oradan başlayaq ki, kimlər, yəni hansı sahədə çalışanlar və yaxud da ki, hansı imtiyazlı şəxslər pensiyaya 5 il daha tez çıxmaq imkanı var? Əvvəlcə bu sualdan başlayaq, bəli. Çox sağ olun, təşəkkür edirəm. Birincisi, pensiya hüququ qeyd eləyək ki, hər bir vətəndaşın konstitusiyon hüququdur. Bəli. Azərbaycan Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ var. Sosial təminatın da ən geniş yayılmış bir forması bəli, buyurun. Pensiya hüququdur. Beləliklə, pensiya haqqında qanuna görə vətəndaşlar 65 yaşına çatdıqda və 25 il stajı olduqda və yaxud da 25 il stajı olmadıqda pensiya kapitalı olduqda, minimum hətta pensiya təyin edilməsinə imkan verən pensiya kapitalı olduqda pensiya çıxmaq hüquqları əldə edirlər. Amma bir qrup şəxslər var ki, incəsənətin müxtəlif sahələrində, ağır işlərdə çalışan işçilər var ki, onların siyasi Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilir. Həmin şəxslər 5 il əvvəl pensiya çıxa bilərlər. Yəni kişilər 60 yaşında, qadınların isə bu il 2025-ci ildə pensiya yaşı nə qədərsə 5 il azaldılmaqla 59 yaşından pensiya çıxa bilərlər. Bu şərtlə ki, onların pensiya yaşına qədər 25 il sığorta stajı olsun, o stajın 12 il yarımını güzəştli iş stajı olaraq pensiya hüququ əldə edirlər. Bunun da siyasi Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilir. Yəni Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli qərarı ilə həmin böyük bir siyahıdır. O siyahıda müxtəlif bir sahələr, ağır iş şəraitləri, neft, qaz sahələri, kimya sahəsi, dağ mədən sahəsi, metropoliten sahəsi və bu sahələrdə çalışan şəxslər deməli 5 il əvvəl güzəştli şərtlərlə pensiya hüququ əldə edirlər və çıxa bilərlər. Bura ümumiyyətlə əlil şəxslərə baxan, onların himayəsində duran şəxslər də aiddirmi? Bu siyahıda onlarda varmı? Bilirsiniz, o əlil şəxslərə baxanlara, bəli, birinci qrup əlillərə, ondan başqa 70 yaşına çatmış ahallara baxanlara pensiya hüququ verilir. Amma bu güzəştli deyil. Güzəştli deyil. Onlara staj sayılır. Deməli, birinci qrup əlillərdir.
bir də 70 yaşı tamam olmuş ahıl şəxslərə, xidmət evdə qulluq göstərən şəxslərə Bəli. staj sayılır. Bunun da müəyyən şərtləri var. O şərt belədir ki, hal-hazırda onların yaşayış yeri notariat orqanına xidmət etməklə notariat tərəfindən qeydə alınır və ona sığorta stajı hesab olunur. Əvvəllər isə 2022-ci ildən əvvəlsə hər bir rayon şəhər icra hakimiyyətində xüsusi komissiya var idi. O komissiya gəlirdi, müəyyənləşdirirdi, bir müayinə aktı tərtib edirdi qonşuların iştirakı ilə və həmin müayinə aktı əsasında vətəndaşa o staj verilirdi. İndi isə onun həmin funksiyanı 22-ci il aprelin 28-dən notarius yerinə yetirir. Aha, maraqlı suallar gəlir. Elə dərhal hal-hazırda bizi izləyən bir xeyli izləyicimiz var. Sosial media üzərindən bizə öz suallarını göndərirlər. Mən mövzumuzla yanaşı istərdim ki, onların da suallarına bir vaxt ayıraq. Cəfər müəllim, o sualları da bizə dinləyicilərimiz yazıblar. Deməli, dinləyicilərimizdən gələn suallardan biri belədir. Deyir ki, 3 yaşından uşağım xəstədir və 2 ildən bir komissiyadan keçirik. Ümumiyyətlə, nə vaxtdan ömürlük uşağa 50 ala bilərik? Bu nə qədər müddətdən sonra olur? Neçənci qrup əlildir? Bax, onu yazmayıb, onu qeyd eləməyib. Burada təbii ki, əlilliyin yəqin ki, qrupunun önəmi var, düzdürmü? Əlbəttə ki var. Birinci qrup əlillik üçün tələb olunur ki, 4 il deməli, əlillik pensiyası alırsa, o ömürlüyə çevrilir. İkinci qrup əlillik dalbadal ardıcıl 10 il. 10-cu il tamam olanda yenidən... 5-5, hə? 2 dəfə. Yox, elə xəstəliklər var ki, o xəstəlik 1 il verilir, 1 il. Bəli. Elə xəstəliklər var 5 il verilir. Aha. Yəni 10 il ardıcıl əlilliyə görə pensiya alıbsa, 10 il tamam olandan sonra 10-cu il üçün yenidən bir pensiya təyin olunanda, əlillik müəyyən ediləndən sonra onun ömrü təyin olunur. Üçüncü qrup əlillik, yəni artıq qruplar çıxıbdır. Burada artıq dərəcə ilə müəyyən. 31 əmək fəaliyyətini 35-60 dərəcə itirmiş şəxslərsə 15 il ardıcıl olaraq, 15 ardıcıl olaraq deməli əlillik pensiyası alırsa, əlil olubsa, onlara ömürlük təyin olunur. Aydındır. Maraqlı bir cavabdır. Yeri gəlmişkən sizin də suallarınız varsa yaza bilərsiniz. 0996 907 907 bizim WhatsApp nömrəmizdir. Bu nömrədə də suallarınız qəbul olunur. Eyni zamanda hal-hazırda bizə sosial media üzərindən yazan izləyicilərimiz də var və onların da suallarını cavablandıracağıq. Varsa sualınız yazın gəlsin. Biz də burada səsləndirək cavabını da birlikte eşitmiş olaq. Digər bir sual yazıb dinləyicimiz. Yazıb ki, mən 20 ildir qaz operatoru işlədim. Məni deyir çıxardıblar, ərzəyə qol çəkdiriblər. Bu əmək münasibətlərlə bağlı olan bir sualdır. Cavablandıralım. Buyurun. Deyir ki, indiki halda deyir 20 il işləmişəm və dinləyicimizi, izləyicimizi qol çəkdirib ərizəsinə məcburi çıxartdırıblar işdən. Bu halda ümumiyyətlə məcburi qol çəkdirmək filan əmək münasibətlərinin pozulması sayılmırmı? Bilirsiniz, orada məcburi qol çəkdirmə belə söhbəti yoxdur. Sadəcə olaraq işçiyə gəlib deyirlər ki, müdiriyyət tərəfindən sizi işdən çıxardıram, ərizə yaz, sən işdən azadsan. O ərizə yazdığına görə onu işdən çıxarıblar. Ərizəsini yazmasaydı o işdən çıxarılmayacaqdı. Ərizə yazdığına görə Əmək Məcəlləsinin 68-ci maddəsinə istinad olunubdur. Yəni işçinin arzusu ilə, istəyi ilə əmək müqaviləsində xitam verilibdir. Bəli. Əgər həmin o şəxs ərizə verməsəydi, onu çıxarda bilməyəcəkdilər. Onda onu işə götürən təşəbbüslə 70-ci maddə ilə işə çıxarmalıdırlar və bu vaxtda işçi əgər qanunsuz çıxarılırsa mübahisələndirəcəkdi, məhkəməyə verəcəkdi və məhkəmə müstəvisində hüquqların bərpa edəcəkdi. İndi bu hal hər müəllim çox geniş yayılıb. Bəzən işçilərin əmək haqqı bu sahədə çox ciddi şəkildə pozulur. Pozulmanın da əsası odur ki, işə götürən, yəni müdiriyyət gəlir işçiyə deyir ki, konkret olaraq mən sizinlə işləmək istəmirəm, gedin ərizənizi verin, işdən azadsınız. İşçi də bəzən öz hüquqlarını çox hallarda bilmir, hüquqi cəhətdən savasızdır, hüquqi biliyi azdır, dünya görüşü azdır, hüquqi şuuru azdır. İşçi də bundan sonra gedir ərizə verir ki, xahiş edirəm, göstərin yenə də işləyəcək, xahiş edirəm mənə tutduğum vəzifədən, tutduğum işdən azad edəsiniz. Öz özəlindən işçi də, işə götürən də rəsmiləşdirir 68-ci maddə ilə Əmək Məcəlləsini və işdən çıxardırır. Belə hallara işçilər getməməlidirlər. Tövsiyəmiz ondan ibarətdir ki, həmin işçi əmək müfəttişinə müraciət eləsin. Birinci, əmək müfəttişinə ərizə yazsın, izahat versin ki, işə götürən tərəfindən məcburi şəkildə bu ərizə mənə yazdırılıbdır. Bu əmək müfəttişi onu araşdırsın, bir qərar versin və bundan sonra yəqin ki, o hüquqları məhkəmə müstəvisində axtarır. Amma işə götürənə ərizə verib, işə götürən də könüllü şəkildə onun ərizəsini yazıbsa,
bu artıq biraz çətinləşəcək məhkəmə səviyyəsində işə bərpası. Yəni çünki siz öz əlinizlə öz necə deyirlər, işinizə tam vermisiniz. Öz-özünü işdən çıxardıb. Bəli. Onu kimsə çıxartmayıbdı. Bir sualımız da var Cəfər müəllim, deyir ki, mən 14 il stajım var, 3 uşağım var, 55 də yaşım. Mən neçə yaşımda pensiyaya çıxacağam və neçə manat pensiya ala bilərəm? Yəqin ki, qadındır. Böyük ehtimal ki, bəli. Bilirsiniz, stajda elə bir fərq qoyulmuyubdur. Bəli. İstər yəni qadın kişi cinsi ilə bir fərq qoyulmuşdur. İstər kişi, istərsə qadın əmək pensiyası haqqında qanun 7-ci maddəsinə əsasən 25 il sığorta stajı tələb olunur və yaxud da kapital tələb olunur ki, o kapital ki minimum həddə pensiya təyin olunmasına imkan versin. Bəli. Yəni bu gün respublikamızda minimum pensiya 320 manatdır. 320-ni də biz buranda 140-da verəndə harsa bir 40 mindən artıq ona kapital tələb olunur. Bəli, bu da o təbii kapital ki olarsa çıxacaq. Olmayacaqsa o çıxa bilməyəcəkdir. Ona pensiya yaşı çatdıqda 220 manat müavinət veriləcəkdir. Yeri gəlmişkən suallarınız varsa yaza bilərsiniz. Hal-hazırda bizə bir xeyli izləyicilərimizdən gələn suallar var. Mən çatdırıb hamısını oxumağa çalışacağam. Amma qısa bir reklam arası var. Gəlin bu reklam arasına ayrılaq. Daha sonra qayıdacağıq və ünvanlanan sualların hamısını bir-bir burada səsləndirməyə çalışacağıq. Radyo Vekil Yurd FM'de devam edir. Kaldığımız yerden devam edirik. Radyo Vəkil proqramını dinləyirsiniz. Yurd FM radyosunda bizi həm dinləmək mümkündür, həm də ki izləmək. İzləmək üçünsə Yurd FM'in YouTube və TikTok səhifəsini, eyni zamanda Vaxt Medianın da YouTube və TikTok kanallarını izləsəniz, bizi hazırda oradan görüb suallarınızı yaza bilərsiniz. Suallar bir xeyli çox olduğundan mən çalışıram ki, bütün ünvanlanan sualları cavablandırmağa çalışaq. Bir dinləyicimiz yazıb ki, Down sindromlu şəxs pensiya ala bilərmi? Daha doğrusu ona hansı bir qrup əlillik verilə bilərmi? Belə bir sual ünvanlayıb. Uşaqdır. Yəni Bəli, uşaq Down sindromludur və soruşur ki, ona hansı bir əlillik verilməsi mümkündürmü? Bəli, o xəstəliyə görə Down sindromu görə əlillik verilir 18 yaş tamam olduqdan sonra. Yəni əlillik pensiyaları istər birinci qrup, ikinci qrup, istərsə də üçüncü qrup, yəni əmək qabiliyyəti itirmə faizinə görə 30, 61, 61, 80, 80, 100-ə qədər onlar ancaq əlillik dərəcələri 18 yaşı tamam olduqdan sonra verilir. 18 yaşı tamam olduqdan sonra o komissiyadan keçəcəkdir. Reabilitasiya agentliyində müayinədən keçəcək, komissiyadan keçəcək. Əgər Down sindromudursa, bəli, o meyarlarda göstərildiyi qaydada ona əlillik dərəcəsi veriləcəkdir. Ancaq 18 yaşda tamam olduqdan sonra. 18 yaşı olduqdan sonra. Digər bir sual var, deyir, kişi pensiyaya çıxmamış, vəfat edibsə, həyat yoldaşı onun, yəni o pensiya kapitalını öz adına keçirdə bilərmi? Hansı bir formada indiki qanun vericilik? Siz o bizim qanunda olduqca boşluqdur. Mən də deyərdim ki, bəlkə də ədalətsizlikdir. Ümumiyyətlə ailə başı itirməyə görə pensiya ərdən arvada, arvaddan ərə verilir. Ancaq pensiyanı ala bilər. Ərdirsə arvad onun pensiyasını ala bilər, arvaddırsa ərinin pensiyasını ala bilər ömrünün sonuna qədər. Bu şərtlə ki, həmin şəxs pensiya yaşına çatmış olsun. Amma yığılan pensiya kapitalını bizim qanunda belə bir mexanizm yoxdur ki, yığılan pensiya kapitalı vərəsə kimi digərlərinə verilsin. Bu olduqca bir ədalətsiz bir normadır. Belə səbəb edirəm ki, buna baxsa bizim qanunvericilikdə bu barədə düzəliş ediləcəkdir. Əgər şəxs pensiya yaşına çatana dək vəfat edərsə və ya pensiya çıxdıqdan sonra vəfat edibsə, onun şəxsi hesabında toplanan pensiya kapitalı miras kimi onun vərəsələrinə verilməlidir. Təcrübədə belə hallara, belə ədalətsiz hallara biz çox rast gəlirik. 100 min, bəzən də 200 min şəxsin pensiya kapitalı olur. Şəxs pensiya çıxmadan və ya da çıxdıqdan bir neçə il sonra vəfat edir və o pensiya qalır, o kapital qalır dövlətə. Bu ədalətsiz bir haldır. Həmin o yığılan pensiya kapitalı miras kimi deməli vərəsələrinə verilməlidir. Belə bir halda həmin şəxsin konstitusiyon norması olan Konstitusiyanın 29-cu maddəsinin tələbi pozulur. Çünki 29-cu maddədə göstərilir ki, dövlət vərəsələr hüququna təminat verir. Və yığılan pensiya kapitalı da artıq sahibinin ölümü ilə mirasdır o. O varislərinə verilməlidir. Dövlətə qalmalı deyil. Mədəni, sivil, sosial ölkələrdə o kapital onun varislərinə miras kimi verilir. Onlar özləri necə istifadə özləri bilər. Verilməməsi o qanunsuzluqdur və ədalətsizlikdir. Mən deyir, anamın vərəsəsiyəm. Anam deyir, mənə verib də öz pensiyasını almaq istəyirəm. Yəni, bir növ vərəsəlik baxımından. Deyir ki, hazırda özüm də xəstəyəm. Belə olan halda o pensiyasını ala bilərmi? Anasının vərəsəsi olaraq. Yox, vərəsə kimi dedim də, o vərəsə kimi pensiyanı ala bilməz. Amma söhbət ondan gedir ki,
şəxs valideyninin pensiyasını ala bilər. Bu şərtlə ki, 18 yaşına çatana qədər onun əlilliyi müəyyən olsun. Bəli. Əgər 18 yaşına çatana qədər onun əlilliyi müəyyən olunubsa, həmin uşaq deməli valideynlərin ölümündən sonra valideynin pensiyasını ala bilər. Yəni valideyn birinci dərəcəsə birinci, 2, 3 isə o pensiyanı ala bilər. Tam məbləğdə ala bilər. Ailə başlı itirməyə görə pensiya tam məbləğdə ödənilir. Amma 18 yaşından sonra əlil olubsa o verilmir. Ancaq həmin şəxs 18 yaşına qədər əlil olmalıdır. 18 yaşına qədər əlilliyi müəyyən olunmalıdır. Bəli. Zəhmət olmasa telefonunuzu pilot rejimə qoyun, o kimdirsə dayanmaq istəmir deyəsən zəng edir sizə. Deyir ki, deməli belə bir sual ünvanlayıb bir dinləyicimiz bu sualı bir neçə dəfə göndərib saxlamışam bugün üçün, necə deyirlər, deyir, işləyən hərbi qulluqçunun pensiya hüququ hansı vaxtdan yaranır? Qulluq stajı ili və ya son yaş həddinin tamam olması ilə yoxsa ehtiyata buraxıldığı tarixdən? O konkret hansı sahədə işləyir? Deyir ki, mən hərbi qulluqçu stajı ilə pensiya hüququndan yararlanmaq üçün 2017-ci ildə müraciət edir, məsələndir şəxs. Lakin hüququ yaranır 2016-cı ildə və 2018-ci ildə ehtiyata buraxılır. Son yaş həddi tamam olmamış müraciət edir və hərbi vəzifəyə yenidən də qəbul edilir. Başa düşdünüz? Yəni sonradan da hərbi vəzifəyə qəbul edilir. 2025-ci ildə həmin hərbi qulluqçunun pensiyasının təminat hissəsi dayandırılır və bildirilir ki, siz işlədiyiniz üçün 2017-ci ildə qanunvericilikdə dəyişikliyə görə pensiya ala bilməzsiniz. Bilmək istərdim ki, pensiya hüququ 2016-cı ildən yaranırsa, nə üçün ehtiyata çıxma tarixi hüquqi kimi qeyd olunur, qəbul olunur və bu cür halları məhkəmə qaydasında mübahisələndirmə perspektivi varmı? Bilirsiniz, burada hərbi qulluqçular geniş anlayışdır. Məsələn, polisdir, konkret hərbçidirsə, 24-cü ilin yanvarın 1-nə qədər tələb olunurdu 20 il sığorta stajı. İndi Əmək Pensiya Haqqları Qanunu 9.5-ci maddəsində dəyişiklik edilibdir, 25 il tələb olunur. Bəli. Və 25 il tələb olunursa, o 25 il işlədikdən sonra hərbi qulluqçu kimi pensiya çıxa bilər. Amma qanunda biraz güzəşt nəzərdə tutulub ki, o güzəşt də ondan ibarətdir ki, əgər 24-cü ilin yanvarın 1-nə qədər 20 il stajın tamam olmasına 3 il qalmış və yaxud da 20 ildən artıq işləmiş, 25 ilə çatmamış şəxslər də pensiya çıxmasına 3 il əvvəl icazə verilir. Bəli, icazə verilir ki, məsələn, indi bu dəqiqə hərbi qulluqçular üçün tələb olunan staj 25 ildir. Bəli. Amma 24-cü ilin yanvarın 1-nə qədər 3 il, ən azı 3 il, ən çoxu 3 il qalmış şəxslərə də icazə verirlər ki, onların da 20 il stajı tamam olduqda pensiya çıxsınlar. Siz dediyiniz şəxs belə ki, o əvvəl pensiya çıxıb, bəli, hərbi qulluqçu kimi pensiya çıxıbdır, sonradan hərbi qulluqçu kimi ya polisdir, bərpa olunub bəli, və buna həmin şəxsə bildirirlər ki, sənə təminat xərcliyin azaldılıbdır. Burada 2017-ci ilin deməli 1 iyulunda qüvvəyə minmiş 13 Mart 2017-ci il qanununa görə düzgün cavab veriblər. Amma o qanun sonra dəyişiklik edilibdir. O qanun dəyişikliyi ondan ibarətdir ki, əgər şəxs ali zabitdirsə və hərbi xidmətə bərpa olunduqdan sonra 72 ay müddətində işləyibsə, bəli, məhkəmə qərarı ilə işə bərpa olunubsa, həmin şəxslərə ikinci dəfə təminat vərəqəsi verilir. Yəni o vaxta qədər təminat vərəqəsi verilmirdi. Bəli. Və təminat vərəqəsində verilməməsi ondan ibarətdir ki, həmin şəxslər deməli birinci dəfə verilən təminat xərcliyi ilə pensiya çıxırlar. Qanunda edilmiş dəyişikliyə görə hərbi xidmətə yenidən bərpa olunduqdan sonra 72 ay xidmət etmiş şəxslər, məhkəmə qərarı ilə hərbi xidmətə bərpa olunan şəxslər və hərbi xidməti yerinə yetirərkən həlak olmuş şəxslər, bir də ali zabit heyətinə aid olan şəxslərə bunun aidiyyatı yoxdur. Aha. Yəni onlara ikinci dəfədə təminat xərcliyi verilir. Daha dəqiq desəksə, bu qanun isə qüvvəyə minib, bu isə qanun isə qüvvəyə minibdir. Bu son zamanlarda bu 23-24-cü ildə mən tarixini dəqiq demək yadımdan çıxar. Bu müddətdən artıq onlar təminat xərcliyi ikinci dəfə təminat vərəqəsi verilir. Deyir 10 il ikinci qrup olub, 10 ildən sonra üçüncü qrup veriblər. 3 ili tamam olanda ümumiyyətlə deyir 15 ilidir. Yəni toplayanda. Yəni soruşur ki, nə vaxt müddətsiz ola bilər? 10 il tamam olduqdan sonra 10 ildən sonra yenidən qiymətləndirilməsi zamanı ikinci qrup əlillik verilsəydi, ikinci qrupa üçüncü qrup veriblər. Deyirəm, verilsəydi ömrü tələb oluna bilərdi. Əgər müddətin yarısını ikinci qrup, yarısını isə üçüncü qrup alırsa, yenə də 15 il tələb olunur. Aha. Yəni 15 il
15-ci ildə tamam olmaqla ona əlillik pensiyası verilibsə, əlillik müəyyən olunubsa, 15-ci ildən sonra ona ömürlük veriləcəkdir. Aha. Digər bir sual da vardı. Bir hərbiçimiz yazmışdı, sual ünvanlamışdı. Deyir ki, mən 3-cü qrup ümumi səbəbdən əliləm. Hal-hazırda işləyirəm. Mənə əlavə neçə faiz əmək haqqı ödənilməlidir və hansı qərara əsasən? Ümumiyyətlə belə bir hal varmı? Mənə əlavə neçə faiz əmək haqqı ödənilməlidir? Yəni belə başa düşürəm ki, aldığı məvacibdən əlavə soruşur. Belə bir hal var mı ümumiyyətlə qanunvericilikdə? Yox, o qanunvericilikdə belədir ki, əgər o işçilər istehsalatda baş vermiş bədbəxt hadisələrlə bağlı istehsalatda zədə alarsa, onlara məhs ödəyir. Hərbi qulluqçu dediyiniz hərbi qulluqçu ödənilmir. O 3-cü qrup əlildir, həm pensiyasını alır, həmçinin də isə işdə əmək haqqını alır. Bu hərbçi deyil, bu sıravi hərbçi deyil. Onda o aldığı 3-cü qrup ümumi əmək zədəsi işdə alıbdır. Yox, ümumiyyətlə deyir 3-cü qrup əliləm və buna hansısa bir əlavə olurmu? Xeyr, o pensiyasını alır, bir də işdən əmək haqqını alacaqdır. Aydındır. İstehsalatda alsaydı zədəni müəssisə ona verərdi. Aydındır. Suallarınız varsa yeri gəlmişkən siz də yaza bilərsiniz. 0996 907 907 bizim WhatsApp nömrəmizdir. Radio Vəkil proqramını sizə mən Xəyal Orucoğlu təqdim edir və bugünkü vəkil qonağımız Cəfər Cəfərlidir. Öz suallarınızı Cəfər müəllimə ünvanlaya bilərsiniz. Mən deyir hərbidən pensiyaya çıxmışam. Ölsəm həyat yoldaşım həmin pensiyanı ala bilərmi? Bəli, bayaq bu suala biz qismən cavab verdik. Yəni ailə başçısını itirməyə görə həmin şəxsin həyat yoldaşı onun pensiyasını ala bilər. Biz qeyd elədik ki, əmək qanunları, əmək pensiya haqqında Azərbaycan Respublikasının qanununa görə arvadın, arvad ərin, o cümlədən digər uşaqlarda ailə başçısını itirməyə görə pensiya almaq hüququna malikdirlər. Hərbi qulluqçu kimi şəxs pensiya çıxıb, əgər vəfat edərsə, onun həyat yoldaşı pensiya yaşına çatdıqda stajından asılı olmayaraq həyat yoldaşının ərinin pensiyasını alacaqdır. Aydındır. Yəni bu pensiya ona da düşəcək deyirsiniz. Bəli. Amma pensiya yaşına çatanda. Pensiya yaşına çatanda. Aydındır. Digər bir sual var, deyir ki, mənim yoldaşım epilepsiya xəstəsidir. Dəfələrlə müraciət elədi, imtina gəldi. Bilmək istərdim ki, bu cür xəstələrə də pensiya düşmə ehtimalı varmı? İndi epilepsiyanın onun meyarlarda kodu var. Bəli. Onun XTB kodu var, beynəlxalq kodlaşdırmada XTB kodu. O forma 88-də o kod göstərilibsə, bəli, düşür. İndi epilepsiya xəstəlikləri çoxdur. Onların hamısı əlillik dərəcəsi müəyyənləşmək mümkün deyil. Sadəcə olaraq o deməli 2020-ci ildə Nazirlər Kabinetinin əlilliyin müəyyən edilməsi barədə qaydaları var. Həmin qaydalarda, meyarlarda həmin şəxsin xəstəliyinin kodu göstərilibsə, o kod da forma 88-də göstərilibsə, bəli düşür. Belə hallarda reabilitasiya agentliyi əgər ona imtina veribsə, o imtinadan sonra deməli 1 ay 30 gün müddətində müvafiq yaşadığı ərazi üzrə inzibati məhkəməyə müraciət etməlidir. İnzibati məhkəmə onu araşdıracaqdır. Çox obyektiv araşdırır inzibati məhkəmə və təkrar deməli ekspertizaya göndərəcəkdir. Ekspertizada forma 88-də göstərilən diaqnoz öz əksini taparsa, bəli, onun iddiası təmin olunacaqdır. Xəstəliyinə görə dərəcəsi müəyyən edilərək qrupdan müəyyən ediləcək və pensiyasını, əlillik pensiyasını alacaqdır. Deyir, oğlum onkoloji xəstədir, 5 ildir kimyoterapiya alır. O şəxsə müəyyən bir formada əlillik düşə bilərmi və yaxud da ki, hansı bir pensiya müavinət ola bilərmi? Mən yenə də bu sualın cavabını mən izah elədim əvvəl. Yenə də onun forma 88-də göstərilən o xəstəliyin kodundan asılıdır ki, o onkoloji xəstədə meyarlarda göstərilən kod göstərilibsə, həmin kod da Nazirlər Kabinetinin müəyyən etdiyi siyahıdakı kodda varsa, bəli, düşür. Suallarınız varsa yeri gəlmişkən ünvanlaya bilərsiniz. Bugün pensiya məsələsi ilə bağlı olan suallara aydınlıq gətirməyə çalışırıq. Sizin də bu istiqamətli suallarınız varsa göndərin gəlsin. Müavinət, eyni zamanda pensiya və yaxud da ki, hansısa bir əlilliyin alınması ilə bağlı bugün Cəfər müəllim sizin, eləcə də bizim bu istiqamətli, bu səpkili suallarımızı cavablandırır. Çox xahiş edirəm, əmlak vərəsəlik və digər məsələlərlə bağlı digər günlərdə suallar ünvanlayarsınız. Bugün sırf pensiya və bu mövzu ilə bağlı olan sualları cavablandırmaq istəyirik. Çünki dinləyicilərimizdən bununla bağlı bir xeyli suallar var. Ona görə də bax bu səpkili sualları cavablandıracağım. Bu səpkili sualları oxuyacağım. Digər dinləyicilərimiz incik olmasınlar. Deyir, əvvəl ikinci qrup əlilliyim vardı. Başqa xəstəliklə yenə də ikinci qrup əliləm, gözlə bağlı. Gözüm tutuldu, iki gözdə tutulub. Belə olan halda soruşur ki, bilməm indi
əvvəl ikinci qrup əlilliyi olub. Daha sonra başqa bir xəstəliyə görə yenə də ikinci qrup veriblər, gözü tutulub. Belə olan halda, yəni necə olur proses ümumiyyətlə? Yəni müavinət falan necə verilir? Yəni Yəni, 2 dəfə əlavə pul mu verilir yoxsa sırf bir dənə? Yox, 2 dəfə əlavə pul verilmir. Ona yenə də ikinci qrup əlillik müəyyən ediləcək və ikinci qrup əlilliyə görə pensiya nə düşürsə, həmin pensiya məbləğini alacaqdır. Aydındır. Deyir ki 17 ildir ikinci qrupdur. Bu belə olan halda, yəni 17 ildir davam etdiyi halda niyə ömürlük olmur? Yəni müddətsiz olmur? 17 il ancaq ikinci qrupdur. Dediyindən belə çıxır ki, bəli. Yox, o nəsə o düzgün demir. Əgər 15 ildən, belə 10 ildən artıq ikinci qrup əlillik alıbsa o ömürlükdür. Həmin şəxs əgər 17 il ikinci qrup əlillik alıbsa, artıq o ömürlük alır. Aha. Ola bilməz ki, lap üçüncü qrupda olsa artıq 15 il keçibdir. O yenə də ona ömürlük təyin olunub. Aha. Suallarınız varsa yazın, biz də burada səsləndirək. Əgər sualınız varsa təbii ki, bilməm, indi 099 6 907 907 bizim WhatsApp nömrəmizdir. Mən deyir, digər bir sual var. Dinləyicimiz yazıb ki, böyrəyini itirilməyə görə pensiya düşürmü? 18 yaşına kimi alıb, amma sonra kəsiblər. Böyrəyinin biri yoxdur. Böyrəyini itirib 18 yaşına qədər bu istiqamətdə pensiya alıb, amma indi kəsiblər. Kəsiblər, yəni pensiyası dayandırılıbdır, əlillik ləğv olunubdur. Bəli, belə başa düşdük. Həmin şəxs yenə də həmin o böyrəyin birinin olmaması, böyrək xəstəliyi ağır bir xəstəlikdir. O meyarlarda var. Ona əlillik düşür və əgər imtina verilibsə, versin məhkəməyə, məhkəmə yolundan onun əlilliyi müəyyən olacaq və pensiyası bərpa olunacaqdır. Bəli, onun əlillik də düşür, pensiya da düşür. Sadəcə olaraq müraciət eləməlidir, məhkəməyə getməlidir. Məhkəmə müstəvisində öz hüquqlarını bərpa edəcəkdir. Bunun üçün də yenə də yaşadığı ərazidə poliklinikada forma 88 adına tərtib olunmalıdır. Bir sıra stasionar və ambulator müayinədən keçməlidir. Forma 88 məxsus olduğu poliklinikadan reabilitasiya agentliyinə göndərməlidir və reabilitasiya agentliyi isə onu müayinədən keçirərək özünün iştirakı olmadan və yaxud da zərrət olsa əyanın müayinəyə dəvət edərək müayinədən keçirməlidir. İmtina versə verməlidir məhkəməyə və məhkəmə yolu ilə o hüquqlarını bərpa edəcək. Böyrənin biri olmaması əlillik qrupbasını təyin etməyə əsas verir. Əsas verir deyirsiniz, amma bir digər nüans var. Dinləyicilərimizdən, izləyicilərimizdən gələn suallar da var. 099 6 907 907 bizim WhatsApp nömrəmizdir. Yaza bilərsiniz bizə. Səsli olaraq göndərməyin, çox xahiş edirəm, çünki dinləmə imkanımız yoxdur. Anam yaşla pensiyaya çıxıb, 47 il iş stajı var və 400 manat alır, amma hələ də işləyir. İşdən çıxandan sonra pensiya nə qədər olacaq? Hal-hazırda əmək haqqı 600 manatdır. Bilirsiniz, pensiya alır da. Bəli, pensiya alır, 47 il işləyib 400 manat pensiya alır, amma hələ də işləyir. İndi də 600 manat maaş alır. Pensiya çıxdıqdan sonra o sonuncu dəfə ki, onun pensiyası 6 il işlədikdən sonraki toplanıb. Bəli. Pensiya çıxandan sonra ya 6 ildən və yaxud da 6 ildən azdırsa 3 il işləyibsə 3 il, 5 il işləyibsə 5 il yığılan kapitalı toplanacaq və 72-yə bölünərək həmin 400 manat pensiyanın üzərinə gələcəkdir. Nə vaxtsa bu işdən də çıxsa? Bəli, bu işdən çıxsa. İndi mən bilmirəm, axırıncı dəfə 6 il işlədikdən sonra həmin şəxsin anasının pensiyası sonuncu dəfə neçənci ildə yenidən hesablanıbdır. Qanun deyir ki, pensiya çıxdıqdan sonra şəxs əmək fəaliyyətini işləməkdə davam etdirirsə, hər 6 ildən bir onun pensiyası yenidən hesablanır və fərdi şəxsi hesabına toplanan pensiya kapitalı 72-yə bölünərək onun pensiyasının üzərinə əlavə edilir. Əgər 6 ildən əvvəl tez çıxarsa, məsələn tutalım 2 il işlədikdən sonra çıxırsa 3 il, yenə də həmin 3 il 2 il ərzində toplanan pensiya kapitalı bölünərək deməli pensiyasının üzərinə əlavə ediləcəkdir. Mən deyir, 1-ci Qarabağ müharibəsi veteranıya müavinət hələ almamışam. Düzəlsə neçə ilini ala bilərəm? 1-ci Qarabağ müharibəsindən veterandır, düzəlməsi ilə bağlı müraciət edib, düzəlsə həmin illəri belə başa düşdüm ki, ala bilərəm. Yox, həmin əvvəlki illəri almaq qaydası yoxdur. Nə qədər müddətə qədər ala bilər? İndi belə ki, təcrübədə əmək pensiyaları haqqında qanunda da müəyyənləşdirilib ki, son 3 il. Son 3 il. Son 3 il. Müraciətdən əvvəlki dövrün son 3 il. Əvvəllər məsələ 2017-yə qədər əmək pensiyaları haqqında da qanunda da müəyyənləşdirilirdi ki, hüququ yarandığı vaxtdan heç bir məhdudiyyət qoyulmadan pensiya ödənilirdi. 2017-ci il 1 iyuldan qüvvəyə minmiş qanuna görə şəxsin əvvəlki illər üçün müraciətdən etdiyi vaxtdan əvvəlki 3 il ödənilir. Tutalım, hüquq yaranıb 10 il bundan əvvəl,
bu gün müraciət edibdir, hüququnu bərpa edibdir, əvvəlki 3 il ala bilər. Əvvəlki 3 il ala bilər. Əvvəlki 3 il ala bilər. Bir digər sual var. Deyir ki, hərbi qulluqçulara aid olan dövlət qulluqçularına da şamil olunurmu? Yəni təqaüddə olan dövlət qulluqçusu da dünyasını dəyişdikdən sonra yoldaşı onun pensiyasını ala bilərmi? Bəli, heç bir məhdudiyyət yoxdur. Onlara da Əmək aiddir. pensiya haqqında qanuna görə, yəni pensiyanın bir neçə növləri var, güzəştli pensiyanın. O cümlədən bir hərbi qulluqçulara verilən pensiyadır, hərbi qulluqçulardır, dövlət qulluqçulardır və həmin şəxslərin də vəfat etdikdən sonra həyat yoldaşları ailə başını itirməyə görə pensiyanı almaq hüquqlarına malikdirlər. Digər suallar da var dinləyicilərimizdən və izləyicilərimizdən gələn bir xeyli suallar var. Mən çalışıram ki, hamısını belə həm sosial mediada olanları, həm WhatsApp üzərindən gələn sualları burada səsləndirim. Sizin də suallarınız varsa yaza bilərsiniz. Bir digər dinləyicimiz yazıb ki, 2009-2013-cü illərdə penitensiar xidmətdə xüsusi rütbədə çalışmışam. Sonra digər quruma hərbi xidmət, hərbi qulluqçusu kimi qəbul olub xidmət edirəm. Penitensiar xidmətdə çalışdığım xidmət illəri mənim hazırki hərbi xidmət illərimə daxil ediləcəkmi? Hərbçidirsə, hərbi qulluqdansa bəli. Hərbi qulluqdandırsa? Hərbi qulluqdansa bəli. O mülki işdə işləyibsə yox. Aha. Sırf o hərbi qulluqçu stajı işləyir ki, pensiya çıxanda deyək o hərbi qulluqçu kimi pensiyasının güzəştli şərtlərlə, əgər pensiyalarda işlədiyi də hərbi xidmətçisə, indiki işlədiyi də hərbi xidmətçisə, bəli, üstünə gələcəkdir. Yox, mülki işdirsə yox. Aydındır. Deyir ki, mənim bir ayağım gödəkdir. Gödəklik var ayağımda. Mənə əlillik düşürmü? Bir də deyir, ürəyimdə faiz azdır, müalicə gedir hal-hazırda. Neçə faizdir məsələ ürəyində? Bəs ayağını əsas məsələ, ayağında gödəklik olduğu şəxs. Bəli, onlara da əlillik düşür. Yenə də deyirəm, o forma 88-də meyarlar var. O meyarlarda ayağın biri-birindən aşağı yuxarıdırsa, bəli, onlara əlillik düşür. Aha. Düşür on əlillik. Suallarınız varsa yaza bilərsiniz. Dinləyicilərimizdən gələn sual da var. Mülki məsələlərlə bağlı olan suallar digər günlərə saxlayacağım. Bugün əsas sırf pensiya ilə bağlı olan məsələlərin üzərinə fokuslanmışıq. Suallarınız varsa yazın, göndərin. Biz də burada səsləndirək. Ailə münasibətləri, mülki məsələlər, vərəsəli ilə bağlı digər günlərdə sual səsləndirəcəyik. Deyir, birinci tip şəkər xəstəsinə əlillik düşürmü? 20 ildir bu xəstəlikdən əziyyət çəkir. Yəqin ki, burada da yenə həmin o siyahıya baxmaq lazımdır. O şəkərin də dərəcələri var. Əgər şəkər çoxdursa, eyni zamanda bir xəstəliyə görə yox, onun yanaşı xəstəlikləri də varsa, o cümlələr hipertoniya xəstəliyi varsa, digər xəstəliklər varsa, yenə də onun o meyarlardakı XTB-yə baxmaq lazımdır ki, o kodlara düşürsə, bəli, forma səsində, mən həkim deyiləm, mən tibbi baxımdan bu məsələlərə tibbi nöqteyi nəzərdən münasibət bildirəm. Sadəcə olaraq həkimin verdiyi forma 88-də göstərdiyi koda uyğun olaraq vəkil də, hüquqşünas da, hakim də fəaliyyət göstərir. Bəli. Əgər forma 88-də o kodu göstəribsə, bundan sonra vəkil, hüquqşünas Nazirlər Kabinetinin qərarına görə meyarlara baxır və daha dəqiq, daha düzgün məsləhət verə bilər və çıxış yolunu göstərər. Deyir ki, bir dinləyicimiz yazıb ki, Müdafiə Nazirliyinin hərbiçiləri pensiya qazandıqdan sonra işləyirlərsə 1 ilə 3% əlavə qazanır və belə bir sual olmalı, belə bir nüans var mı ümumiyyətlə? Yox, elə biraz sualı düzgün verməyibdir. Deməli, pensiya yaşı sınaqda 25 il işləyibsə, bəli, həmin şəxsə işlədiyi, aldığı əmək haqqının 50% miqdarına pensiya təyin olunur. O 25 ildən sonra hər işlədiyi il üçün 3% üstünə gəlir. 80%-ə qədər. Aha. Və o aldığı əmək haqqının 80%-dən yuxarı pensiya yoxdur. 25 il işləyibsə, bugün pensiya çıxırsa, o aldığı əmək haqqının 50% ilə çıxacaqdır. Bəli. Tutalım 10 il artıq işləyibsə 35 il, ilə 3% üstünə gələndə bu eləyir 80% və 80%-dən çıxacaqdır. Aha. 15 il işləsə də yenə 80%-dən çıxacaqdır. Yəni 80%-dən aldığı əmək haqqının 80%-dən yuxarı pensiya nəzərdə tutulmayıb qanunda. Aydındır. 3-cü qrup irəliləm. Müavinət alıram, pensiya yaşına çatmamışam. Xahiş edirəm bildirərsiniz. Vəfat edərsəm, rəhmətə getmiş həyat yoldaşımın pensiyasını ala bilərəmmi? 3-cü qrup əlildir, müavinət və pensiya yaşına çatmamışdır. Məhz həyat yoldaşının deyir ki, pensiyasını ala bilərmi? Həyat yoldaşı pensiya çıxıb. Yazmayıb, onu qeyd etməyib. Bu nüans önəmlidir. Bəli, önəmlidir. Əgər həyat yoldaşı pensiya çıxıbsa və o cümlədən həyat yoldaşının pensiya hüququ yaranıbsa, yəni 25 il stajı varsa və yaxud da 25 il stajı yoxdursa, o kapitalı mövcuddursa, bəli, ailə başını itirməyə görə onun pensiyasını ala bilər.
Aha. Dinləyicilərimizdən gələn və izləyicilərimizdən gələn suallar var. Bir xeyli də suallar var. Mən onlara çalışıram ki, belə müəyyən bir formada yoxlayım, hamısını səsləndirməyə çalışım. Deyir, oğlum əqli inkişafdan geriliyə görə pensiya alır. Sonra bildik ki, gözünün də biri görmür müəyyən bir formada. Əlavədir, əlilliklə bağlı digər hansı bir müraciət edə bilər? Xeyr. 2 dəfə əlillik verilir axı şəxsə. Şəxsi əlillik bir dəfə verilir. İstəyir bir xəstəliyin olsun, istəyir 2 xəstəliyin olsun. Yəni, və müavinət ilə bir kateqoriya üzrə verilir. Bir kateqoriya, əlillik qrupası bir dəfə verilir. Yəni, misal üçün deyək, bir şəxsin deyək ki, həm ikinci qrup deyək ki, gözündə problem var, ona əlillik düşür, həm də deyək ki, ayağı ilə bağlı ikinci qrup əlillik düşür. Ona yalnız bir pensiya verilir. İkinci qrup əlillik. Əgər toplananda toplayırlar əmək qabiliyyətinin itirmə səviyyəsindən görə, əgər 61-80% əmək qabiliyyəti verilirsə, ikinci qrup. Aha. Yəni ona 2 dəfə ikinci qrup verilə bilməz. Əmək qabiliyyətinin itirməsi 80-i keçərsə, 2 xəstəliyə görə, 80-i keçərsə, ola bilsin ona birinci qrupda verilər, 80-100% də verilə bilər. Suallarınız varsa ünvanlayın, biz də burada səsləndirməyə çalışaq. Dinləyicilərimizdən gələn suallar var. Onlara bir göz atıb səsləndirməyə çalışacağım. Deyir ki, görmə sahəsi ilə bağlı ikinci qrup əlillik var və 2 illikdir. Bu il son ildir və yeniləmək üçün göz institutuna getdim. Orada aparatdan keçmək falan bu kimi məsələlər deyib. Dedilər ki, ehtiyac olmayacaq dedilər. Buna görə də imtina gəlsə mən nə etməliyəm? Müəyyən bir ödəniş falan tələb ediblər ki, ödəyin aparatdan falan keçirdəyilə. İndi də deyir ki, birdən imtina gəlsə mən nə etməliyəm? Gözün institutuna gedib, gözü ilə bağlı. İmtina getsə, imtina verildiyi vaxtdan 30 gün müddətində məhkəməyə müraciət etməlidir. Ümumiyyətlə, göz institutu dövlət müəssisəsidir. Bəli. Və həmin şəxsdə əlil olduğuna görə icbari tibbi sığortadan əhatə olunubdur. Ondan heç bir ödəniş tələb edə bilməzlər. Aydındır. İkinci qrup, ümumiyyətlə əlillik qrupası olan şəxslər tibbi sığorta ilə əhatə olunurlar. İstər göz institutunda, istərsə də digər müəssisələrdə onlar dövlət hesabına müayinə olunurlar. Müayinə və müalicə olunur. İstər ambulator, istər stasionar. Gələn bir xeyli suallar var. Reklam arasında keçiş alacağıq, amma çalışacağım ki, TikTok'dan xüsusən də ünvanlanan sualları reklam arasında da cavablandırmağa çalışaq. Çünki dinləyicilərimiz o sualların da cavabını gözləyirlər və qısa bir reklam arası var. Gəlin reklamları dinləyək, daha sonra qayıdacağıq. Radyo Vəkil Yurd FM'də Bəli, qayıdırıq və suallarımızı cavablandırmaq üçün verilişimizi davam etdiririk. Reklamlar bitdi artıq. Biz TikTok'da da hal-hazırda gələn sualları cavablandırmaya çalışırdıq bu reklam arasında. Çünki canlı yayım orada davam edirdi. Yeri gəlmişkən suallarınız varsa siz də yaza bilərsiniz. Və qeyd edeyim ki 099 907 907 WhatsApp nömrəsində ünvanlanan xeyli suallar da var. TikTok üzərindən gələn suallar da var. Bizi həm Yurd FM-in TikTok və YouTube səhifəsində, eyni zamanda Vaxt Medianın da TikTok və YouTube səhifəsində izləmək, dinləmək mümkündür. Deyir ki, 10 il mülki stajla hərbiyə düzəlmişəm. Artıq 6 ildir hərbidə işləyirəm. Mən 25 il yox, daha tez pensiyaya çıxmaq ehtimalım varmı? Xeyr. O hərbi qulusu kimi 25 il təqvim ilinə staj olmalıdır. 25 ili varsa çıxacaqdır. Tez. Aydındır. Yoxdursa yox. Yoxdursa yox. Mən deyir 17 il hərbçi işləmişəm. Böyrəyimi götürdüklərinə görə 2-ci dərəcə qrup verilib. Hərbiçi kimi vermədilər. Yəni, bu doğrudurmu? Hərbi qulusu kimi vermədilər. 17 il hərbiçi işləyib, sadəcə olaraq böyrəyini götürdüyünə görə indi ona 2-ci qrup veriblər, amma böyrək götürüldüyünə görə pensiya təyin olunur. Ona əlilliyə görə veriblər də, o ümumi xəstəlikdən verilibdir. Aha. Amma qanunun tələbi bundan ibarətdir ki, o pensiya yaşına çatdıqda, pensiya yaşına çatdıqda 25 il stajı yoxdursa, yəni hərbi qulluqçu kimi stajı yoxdursa, 25 il stajı varsa, hərbi qulluqçu kimi 15 il stajı varsa, o hərbi qulluqçu kimi pensiya alacaqdır. Aha. Alacaq. Pensiya yaşına çatdıqda. Pensiya yaşına çatdıqdan sonra, hə? Yəni nə vaxt ki, misal üçün o pensiya... Amma indi bu yoldaş ola bilsin ki, nəysə düzgün demir. Hər 17 il hərbi stajı varsa, hərbi stajı varsa və ikinci qrup əlillik verilibsə, orada nəsə o düzgün demir. Ola bilər. Ola bilər ki, nəsə fikrini çatdırab düzgün deyibdir. Dəqiq bir dənə yazsın, göndərsin. Və yaxud da mənim telefonumdan əlaqə saxlayar, onu dəqiq desin, ona
İzah edəsiniz. verərik. Yeri gəlmişkən bizim cavablarımız sizin suallarınız qədərdir. Yəni suallar nə qədərdirsə o qədər cavab vermə imkanımız Elə var. olur ki, baxsan suallarını, özlərinin problemli olan suallarını biraz özlərinə uyğun verirlər, Bəli. özlərinə sərfələn şəkildə verirlər. Onun cavablarını bilmirik. Və yaxud da ki, daha adil cavab vermiş olmuruq, ədalətli olmur bəzən. Ola bilər ki, hansısa nüansı gizlədirik, demirik. Ona görə də bax bu məqamlarda var. Sualı düzgün verilməlidir ki, biz ona uyğun düzgün cavab verək. Deyir ki, dinləyicilərimizdən gələn suallar var. Dediyim kimi, bugün bizə pensiya müaviniyyətlə bağlı olan suallarınız varsa yazın, göndərin. Biz də burada səsləndirək. Digər bir sual var. Dinləyicimiz yazıb bizə. Deyir ki, 3-cü qrup kub bucağı ilə 39 dərəcə skalyoz xəstəliyinə 50-lik müaviniyyəti düşürmü? XTB kodu M41-dir. Bəli. Düşür. Aydındır. Qısa və konkret bu kodla olan xəstəliyə görə düşür deyirsiniz. Amma orada yenə də deyirəm, o Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Reabilitasiya Agentliyi bu cür xəstələrə təyin eləmirlər. Onlara ya cavab verirlər ki, müalicəyə ehtiyacınız var, təkrar göndərirlər müalicəyə. Bəli. Və yaxud da imtina verirlər ki, bu xəstəlik 50 dərəcəni təyin etməyə imkan vermir. Ona görə də çox gözləməsin həmin şəxslər və Reabilitasiya Agentliyinin də verdiyi o cavaba inanmasınlar. Reabilitasiya Agentliyinin cavabından 30 gün ərzində inzibati məhkəməyə iddia ərizəsilə müraciət eləsinlər. Hüquqlarını, haqlarını Reabilitasiya Agentliyindən deyil, məhkəmədə arasınlar. Digər suallar da varsa ünvanlaya bilərsiniz bizə. Dinləyicilərimizdən gələn suallar var. Bir dinləyicimiz yazıb ki, izləyicimiz daha doğrusu, yoldaşım deyir pensiya yaşına çatmadan vəfat edib. Onun pensiyasını ala bilərəmmi? Biz bu suala aydınlıq gətirdik artıq ki, bu hansı hallarda mümkündür? Yəni onun özü pensiya yaşına çatmalıdır. Şəxsin özü pensiya yaşına çatmalıdır. Pensiya yaşına çatmalıdır. Bu şərtlə ki, vəfat edən şəxsin də 25 yıl sığorta stajı olmalıdır. İş stajı, həm? İndi artıq sığorta stajı deyirlər. Bəli. 2006-ya qədər əmək stajı gedirdi. 2006-dan sonra artıq əmək stajı sosial sığorta stajına əvəz olunubdur. Yəni vəfat etmiş şəxsin 25 il sığorta stajı olmalıdır ki, həyat yoldaşı pensiya yaşına çatdıqda onun pensiyasını ala bilsin. Yoxsa alamayacaq. Deyir ki, 2006-cı ilə qədər 20 il stajın var. Həmin illərin kapitalı hesablana bilərmi? Əlbəttə ki, hesablanır. Deməli, əmək pensiya haqqında qanuna görə 2006-cı ilin yanvarın 1-nə qədər olan stajın bir ilinə 360 manat nəzərdə tutulur. Aha. Mesela 20 ilin 360 avrosu. Eyni zamanda hər il içində istehlak qiymətlər indeksinin inflyasiyası nəzərə alınır. 2007-ci ilin istehlaklar indeksi qiyməti 2008, 2009 onlar hardasa indi gəlib çıxır, səhv eləmirəmsə 20 il staj ili 1048 manata gəlib düşür. Aydındır. Digər suallar da var. Mən onları da səsləndirməyə çalışacağım. Cəfər müəllim, xeyli suallar gəlib ki, baxın bir 10-15 dənə sual hal-hazırda bizi WhatsApp-da gözləyir. Ona görə də çalışaq ki, daha lakanik cavab verək. Çünki vaxtımız da cəmi 5 dəqiqə qalıb ki, verilişi yekunlaşdıraq. Deyir ki, atam 1-ci qrup Qarabağ qazisidir, hərbiçi idi və qolu, gözü yox, Əfqanistandan gəlmişdir. Bura 1992-ci il pensiya amma vermirlər vətəndaş deyil deyə. Əfqanistan vətəndaşıdır, belə anladım ki. İndi burada deyir, deməli, pensiya alsa nə qədər verələr? 3 il gerdə olan pul, ev və ya maşın kimi müəyyən müaviniyyətlər, imtiyazlar da ala bilərmi? Həmin şəxs Azərbaycan vətəndaşı deyil də. Belə anladım ki, yox. Deyir ki, imtina gəlib ki... Vətəndaş ona pensiya verilməyəcək ki. Aha. Pensiya ancaq bizim ölkənin vətəndaşları üçündür. Siz bir yazın. Deyir 2 il oturması var, oturum izni var. Belə yazıb, belə gedir. Amma vətəndaş deyilsə oturma izni deməli, vətəndaş haqqında qanuna görə 5 il Azərbaycan Respublikasının ərazisində yaşamalı və dövlət dilini bilməsi haqqında sənəd təqdim etməlidir vətəndaşlığı almaq üçün. Aydındır. Bir xeyli suallar yenə var. Deməli, dinləyicimizdən gələn bir sual da var. Baxıram. Yazıblar ki, yəni görürlər ki, suallar çoxdur. Mən onun hamısını çatdıra bilmirəm. Hər halda bu gözlənilən idi bu cür olması. Deyir, 14 il bir böyrək itirilməsi ilə bağlı kodu yazıb. 0 HDG 6 FTF anemiyası var və 17 yaşa qədər depagin qəbul edib, fasiləsiz 50'li alıb, 18 bitən gündən pensiya kəsilib və ya avtomatik olaraq ona necə deyirlər pensiya verilməli deyildimi, 50'lik düşürmü? Hara müraciət edək ki, yerli qurumlarla bağlı hara müraciət etsinlər ki, həmin şəxsin 18 yaşında 50'lini dayandırıblar. Ona qədərsə veriblər, belə başa düşdüm ki, böyrəyə yəni, bağlı. 18 yaşına qədər 14 il alıbdı, 18 yaş tamam olduqdan sonra 50'nin qiymətləndirməsində bunu verməyiblər.
Mən Bəli, belə başa belə düşdüm. kəsiblər. Bəli, onu məhkəməyə verməlidir. İnzibati məhkəməyə verməlidir. Yenə də agentliyin qərarından 30 gün müddətində verməlidir məhkəməyə. Əgər bir böyrəyi yoxdursa, onun əlilliyi müəyyənləşdiriləcəkdir və pensiyasını alacaqdır. Deyir ki, dinləyicimizdən gələn bir digər suallar da var. Deməli, Cəfər müəllim, sizin nömrənizi də istəyirlər burada. Son bir sual da səsləndirəcəm. Deyərəm, İkinci qrup əliləm, işləyirəm, hesabıma yığılan kapital işdən çıxarsam necə hesablanacaq? İkinci qrup əliləm, eyni zamanda da işləyir. Deyir, işdən çıxsam kapital necə hesablanacaq? Kapitalın, yəni pensiyasının məbləği necə müəyyənləşəcək? Yəni, nə demək istəyir? Sualı belə yazıb. İkinci qrup əliləm, işləyirəm hazırda. Hesabıma yığılan kapital işdən çıxarsam necə hesablanacaq? Hayır. İşdən çıxarsa necə alınacaq? Bəli, necə hesablanacaq? Yenə də 6 ildən bir Əmək Pensiya Haqqı Qanunun 37-ci maddəsinə əsasən bu gün əgər 50 alırsa, işləyirsə, hər 6 ildən bir onun həmin şəxsin pensiyası yenidən hesablanacaq və pensiyasının üzərinə əlavə gələcəkdir. Aha. 12 il 6 ay stajı var, 45 yaşım var, mənə əlilliyə görə əmək pensiyası düşürmü? 12 il 6 ay stajı var, 45 yaşım var, mənə əlilliyə görə əmək pensiyası düşürmü? Bilmədim. Faiz dərəcəsini demir axı. Yəni problemi nədən ibarətdir? Faiz dərəcəsi deməlidir. Aha. Bax, bu kimi məsələlər var. Cəfər Birinci həmin şəxs əlilliyini almalıdır. Ondan sonra əlilliyi almalıdır, ondan sonra. Bəli. Digər suallar da var. Vaxtımız çox azalır. Məsələn, birinci qrup üçün 4 il stajı varsa kifayətdir. İkinci, üçüncü qrup üçün isə o əmək qabiliyyəti yaş dövrü hesablanmalıdır. Aha. Onun bir hesablama qaydası var. Bir son sualda səsləndirəcəm. Deyir, 7 il hərbi xidmətdə zabit olmuşam. Yaşa görə pensiyaya çıxanda hər hansı güzəşt ola bilərmi? Hazırda 61 yaşım var və mülki işdə işləyirəm. 7 il hərbi xidmətdə zabit olmuşam yazıb. Yaşa görə pensiyaya çıxanda hər hansı bir olmayacaq. Heç bir güzəşti yoxdur. Hərbi kurslara güzəşt ancaq stajla bağlıdır ki, 20 il və yaxud da indi tələb olunur artıq 25 il təqvim ili ilə stajı varsa, vaxtından əvvəl onlara dövlət yüksək pensiya verir. O artıq o hüquqi itiribdir. Təşəkkür edirəm sizə Cəfər müəllim. Çox sağ olun, gəldiniz, suallarımızı cavablandırdınız. Həm də təkcə ona görə yox ki, bir vəkil olaraq bugün verilişimizdə iştirak edirdiniz, həm də bir mənim universitet qazanmağımda böyük zəhmətiniz olduğu üçün də sizə ayrıca təşəkkür edirəm. Ali təhsil almağımda böyük xidmətləri olub Cəfər müəllimin. O həm də çox gözəl və mükəmməl tarixçilərimizdən biridir. Vəkilliklə yanaşı həm sizin, həm də bizim suallarımızı cavablandırdı. Mən vaxt edib belə bugün bəlkə də təşəkkür etmək üçün bir imkan tapdı, tanıdım ona. Çox sağ olun. Minnətdarıq sizə. Çox sağ olun. Var olun, zəhmət çəkdiyi suallarımızı cavablandırdınız. Çox sağ olun Xəyal müəllim. Sizi gördüyümə çox sevindim. Çox sağ olun. Sizin müəlliminiz olaraq, zəhmətimin bəhrəsi olaraq sizi artıq belə bir məqamda aparıcı kimi görmək həqiqətən də məni çox sevindirir. Çox sağ olun. Sizinlə bugün mən fəxr elədim. Çox sağ olun, var olun, minnətdarıq sizə. Təşəkkür edirik. Beləcə dinləyicilərimizə də təşəkkür edirik. Minnətdarıq. Yazdılar suallarını, göndərdilər. Biz də cavablandırmağa çalışdıq. Növbəti həftələrdə yenə məhz sosial müavinət, pensiyalarla bağlı bu istiqamətdə necə deyirlər, ixtisaslaşmış vəkillərimizi dəvət edəcəyik ki, sizin suallarınızı cavablandıraq. Bugün isə bu qədər. Radio Vəkili proqramında sizinlə mən Xəyal Orucoğlu idi. Bugünkü qonağımız Vəkillər Kollegiyasının üzvü Cəfər Cəfərli idi. Eşidilmək ümidi ilə hələlik. Yurd FM-də